Telefon ekranlarında sürətlə dəyişən videolar, reaksiyalar, gülüşlər saniyələr içində növbəti videoya keçidlər və nəticədə diqqətdən kənarda qalan maarifləndirici məzmunlar. İnsanlar bu informasiya selində, informasiya çoxluğunda, burulğanında demək ki, tez yorulurlar və enerjilərini tez tükənir. Ona görə daha çox onlara yumor hissi olan, komik, relaks yarada bilən kontentlər, məzmunlar cəlbedici görsənir. Nəinki lirik, dramatik və düşündürücü kontentlər. Mütəxəssislər deyirlər ki, radio və televiziyada əyləncəli proqramlar daha çox izlənir. Müasir dövrdə də bu ənənə sosial şəbəkələrdə davam edir. Səbəbləri isə müxtəlifdir. Bunun bir səbəbi var ki, insanlar bəzən öz sıxıcı həyatından, öz yorucu həyatından sosial mediada əylənməyə üstün tutur. Yəni burada əslində əyləncəli kontentlər iki yerə bölünür. Birinci yer əsas sadəcə səsdən, küydən ibarət kontentlər nəzərdə tutulur. İkincisi isə həqiqətən insanların qəlbinə toxunan, düşdükləri situasiyaların analiz şəklində hazırlanmış əyləncəli kontentlər nəzərdə tutulur. Amma bayağı kontentlər də bir növdə üzümüzdə gülüş yaradır və buna da istifadəsinə qarşı deyiləm. Yəni o da lazımdır. Mən izlədiyim mövzular daha çox futbolla bağlı olur, amma istəmsizcə istəmədiyim mövzularla qarşılaşıram. Bu da heç bəyənmədiyim mövzular olur. Bu düşünürəm ki, şəxsi maraqlardan asılı olan bir şeydir. Yəni mənim şəxsi marağım öz ixtisasıma uyğun olaraq deyirəm ki, mən təsvir incəsənətlə məşğulam və daha çox dünya incəsənəti, tarixi incəsənət və s. bunlarla maraqlanıram. Ən çox tarixi hadisələrlə bağlı olan məzmunlu kontentləri izləyirəm. Daha çox açıqlayıcı və yaxud da tarixdə bilmədiyimiz şeyləri bizə izah edən, dərsliklərdə olmayan mövzuları. Bayağı kontent niyə daha çox izlənir sualının cavabı təkcə alqoritmlərdə deyil. Cavab bəzən bizim seçimlərimizdə gizlənir. Çünki biz nəyə baxırıqsa, onu daha çox gündəmdə saxlayır, aktuallaşdırırıq. Rəya Salmanova, İlkin Əliyev, Telesəhər.